Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim. Bugün mən sizə 9-cu sinif buraxılış imtahanına uyğun olaraq DİM-in 20 sınaq kitabından Azərbaycan dilindən sınaq 16-nın izahını verirəm. Ekranda gördüyünüz nömrənin WhatsApp ilə əlaqə saxlayaraq həm əyani, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz. Bu arada kanala abunə olub videonu bəyənməyi unutmayaq. Gəlin baxaq birinci suala. İmtahana çox az vaxt qalıb, sayılı günlər qalıb. Hər kəsə uğur arzu edirəm. Birinci sualda biri mürəkkəb cümlə deyil, qələm tənzimlənmişik. Aha. Biri mürəkkəb cümlə deyil. Deyil istəyir bizdən. Biraz qələmi qalın edək. Aha. Mən və Kamil bunu əvvəldən bilmiş, hər kəsə demişdik. Bilmişdik. Buradan düşüb, ellipsə uğrayıb. Hər kəsə demişdik. Kim? Bizdən söhbət gedir də. Yəni bu sadə cümlədir. Uşaqlar. Ona görə cavab olacaq A variantı. Arif gəldi. Nə etdi gəldi? Kim Arif? Bütün kitabları aparıb kitabxanaya qaytardıq. Kim? Biz. Amma cümlənin mübtədası olmasa da biz bərpa edə bilirik. Ona görə B variantını çıxıram. Başım ağrıdı. Heç kəsə demədim. Ağrıyan nədir? Başım. Heç kəsə deməyən kimdir? Mən. Ayrı-ayrı mübtədası var, mürəkkəb cümlədir. De ki, bilmirəm. Burada da gördüyünüz kimi tabeli mürəkkəb cümlədir. Ki bağlayıcısı ilə bağlanıb. Gəldim ki, sənədləri aparım. Burada ki-ni əlavə edə bilirəm. Ona görə Y variantında çıxıram. Baxıram ikinci suala. Cümlə üzvlərinə görə təhlillə bağlı doğru fikri müəyyən edim. Maşınımız kəndə çatanda yolun qırağında heykəl gördük. Gəlin təhlil edək. Nə etdik, gördük. Kim gördü? Biz gördük. Amma cümlədə mübtəda olmasa belə yəni gətirə bilirəm cümləyə. Demək, nə zaman gördük? Maşınımız kəndə çatanda, burada zərflik rolundadır. Harada gördük? Yolun qırağında gördük. Yer zərfliyi rolundadır. Nəyi gördük? Heykəli gördük. Bu da qeyri-müəyyən təsirlik halından ifadə olunmuş tamamlıqdır. Maşınımız sözü mübtədadır. Burada yanlışa yol verib. Çünki mübtəda burada bizdir. O da iştirak etmir. Kəndə sözü yer zərfliyidir. Ayrıca kəndə sözü yer zərfliyi deyil uşaqlar, gördüyünüz kimi. Çıxıram. Çatanda zərflə ifadə olunmuş zərflikdir. Çatanda demək zərflə yox, feili bağlama ilə ifadə olunmuş. Yəni maşınımız kəndə çatanda feili bağlama tərkibidir. Çıxıram. Yolun qırağında tamamlıqdır. Tamamlığın xəttin yox. Gördüyünüz kimi zərfliyin xəttini çəkmişəm altından. Yer zərfliyinin sualına cavab verir. Heykəl sözü mübtəda deyil, bəli, doğru cavab Y variantıdır. Üçüncü sualda müəyyən şəxsli cümləni müəyyən edin. Müəyyən şəxsli cümlənin xəbəri bütün şəxslərdə ola bilir. Hamı gələndə qapını açdılar. Kim? Onlar. Əgər nümunəyə deyirdik ki, onları hardansa gətirə bilirəmsə, bu qeyri-müəyyən şəxsli cümlədir. Ona görə A variantını çıxıram. Mənə müəyyən lazımdır. Uşaqları kimsə vağzalda qarşıladı. Nə etdi qarşıladı? Kim qarşıladı? Kimsə. İndi sizə qəribə gələ bilər ki, deyə bilərsiniz ki, müəllimə kimsə burada məlum deyil də. Amma müəyyən şəxsli cümlənin əgər mübtədası varsa, fərqi yoxdur. Yəni o canlıdır, cansızdır, fərqi yoxdur. Varsa, demək müəyyən şəxsli cümlədir. Elə cavab olacaq B variantı. Tapşırığa indi əməl edildi. Bu şəxssiz cümlədir. Şəxssiz. Ümumiyyətlə fikirləşə bilmirəm mübtədası. Əli kəndə çatanda axşam idi. Nə zaman Əli kəndə çatanda? Bu da şəxssiz cümlədir. İstanbulu görəndə alimin ağzı açığa qaldı. Alimin ağzı açığa qaldı xəbər. Nə zaman İstanbulu görəndə? Bu da şəxssiz cümlədir. Ona görə sizi çaşdırmaq üçün burada alimi verib ki, siz çaşasınız. Amma ağzı açığa qalma frazeoloji birləşmədir. Bunun bu tərəfində olan bu alim sözü də, alimin ağzı da üçüncü növün bir tərəfini yaratdığı üçün mən bunu parçalaya bilmərəm. Ona görə bunu da çıxıram. Demək, bunu da çıxdım. Terminologiya sözünün fonetik demək təhlili ilə bağlı doğru fikirləri istəyir bizdən. Terminologiya. Demək, təhlil belə olacaq. Yəni, tərkibində dodaqlanan sait yoxdur. Var axı. Bu səhvdir. O saiti, yəni ikinci o saiti olduğu kimi qalır. 4 samitin qarşılığı yoxdur. Baxıram R-nın, M-nın, N-nın, L-nın. Bəli, 4 samitin qarşılığı yoxdur. Dodaqlanan sait qalın, qapalıdır. Qalındır, amma qapalı deyil. Ona görə yanlışdır. Çıxıram. X samitinin cingiltili qarşılığı işlənmişdir. X samitinin cingiltili qarşılığı Y-dır. Y. Və o da işlənmişdir. Düzdür. Vurğu 4-cü hecaya düşür. Demək, terminologiya. Bəli. Bu da doğrudur. 2, 4, 5 cavab olacaq B variantı. Hansı nümunədə işarələnmiş söz amonimdir? Amonim istəyir bizdən. Baş canlıların əsas orqanıdır. Burada işarələnmiş söz baş olduğuna görə mən bunu çox mənalı götürürəm. Ona görə çıxıram.
A variantı. Yəni burada orqan sözü amonimdir bu arada. Göz sözü, göz görür, ürək arzulayır. Göz sözü də çox mənalı sözdür. Məsələn, insanın gözü, şkafın gözü. Ayaq getdi, əl gətirdi, diş yedi. Diş sözü də çox mənalı sözdür. Məsələn, ola bilər insanın dişi, ola bilər orağın dişi. Ona görə çıxıram. Bu hava sümüyümüzə düşdü. Burada hava sözünün altından xətt çəkilib yəqin ki. Variant olacaq D variantı. Bir kağız götürüb düşüb kəndin canına. Bu da çox mənalı sözdür burada kağız. Ona görə cavab qalır D variantı. Keçək 6-cı suala. Görək 6-cı sualda nə istəyir bizdən? Baxaq. Cümlənin düzgün sintaktik təhlil sxemini müəyyən edin. Dünən cümlə də çox çətin cümlə deyil uşaqlar. Dünən İbrahim bizə gəlmişdi. Nə etmişdi? Gəlmişdi. Kim? İbrahim. Dünən gəlmişdi. Sonra hara gəlmişdi? Bizə gəlmişdi. Bu da zərflik. Dünən İbrahim bizə gəlmişdi. Aha, demək zərflik, mübtəda, zərflik. Bu da B variantında öz əksini tapıb. Mən müəlliməm. Mənim vəzifəm gənclərin təhsilinin keşiyində durmaqdır cümləsi haqqında səhv istəyir bizdən. Adlı halda olan iki isim vardı. Adlı halda müəlliməm, adlı haldadır. İsim deyirsə əgər adlıq. Vəzifəm də adlı haldadır. Gənc sifət də olmaz. Təhsilinin keşiyində, təhsilinin yiyəli keşiyində yerlik haldadır. Ona görə A variantı doğrudur. Çıxıram. Mənsubiyə şəkildə 4 isim işlənib. Mənim vəzifəm sözündə 1, vəzifəm 1, gənclərin təhsili 2, keşiyində 3, 3 dənədir uşaqlar burada. Yəni ona görə 3 dənə olduğuna görə bizə 4 dənə deyir də, elə yanlış budur. Əvəzliklər ismin eyni halında deyil. Mənim yiyəlik haldadır, yiyəlik. Sonra əvəzlik deyirsə, mən də adlı haldadır. Əgər əvəzlik deyirsə. Eyni halda deyil fikri doğrudur. İki sözdə şəxs sonluğu var. Müəlliməm durmaqdır sözündə, bəli. Feil şəxsə kəmiyyətə görə dəyişməyib. Bəli, çünki məstərdir. Demək, bizdən yanlış istəyirdi, cavab oldu 7-də B. 8. Hansı cümlədə sözlər arasında sintaktik əlaqə yoxdur? Sintaktik əlaqə olmayan köməkçi intiqsiyələr ola bilər və yaxud da üzvlənməyən ola bilər. Doğrudan da anar daha danışmırdı. Burada doğrudan da modal sözdür. Anar, doğrudan da anar daha danışmırdı. Olar, bəli, burada da nida xitab mövqeyində ola bilər. Daha ədatdır, danışmırdı, təkcə xəbər qalır. Bu da hansı ilə sintaktik əlaqəyə girsin ki, elə cavab olacaq A variantı. Oxumaq faydalıdır, uzlaşma əlaqəsi var burada. Məktəb bilik mərkəzidir, bilik mərkəzidir məktəb. Bir bunun arasında, bilik mərkəzinin arasında, bir də məktəb bilik mərkəzidir, əlaqə var. Artıq şəhərə çatmışdıq, haraya şəhərə burada əlaqə var. Artıq sözü ilə yox, şəhərə çatmışdıqla. Qəzet də, jurnal da lazımdır. Burada həm tabeysizlik əlaqəsi var, həm də tabellik əlaqəsi var. Ona görə yeni də çıxıram. Adi dərəcədə olan sifət hansı cümlədədir? Baxaq. Planlarımızı yarımçıq layihələrlə müqayisə etməyin. Yarımçıq sözü adi dərəcədədir, götürürəm. Kəmturş meyvə azaltma dərəcəsidir, götürmürəm. Açıq rəngdə olan ballar günə baxan kimi bitkilərdə alınır. Düzgündür, açıq sözü burada adi dərəcədədir. O saxsı qablardan istifadə daha çox üstünlük verir. Daha çox burada çoxaltma dərəcəsindədir, çıxdım. Alaseyrək buludlar, bu da azaltma dərəcəsindədir, çıxdım. Demək, cavab qalır 1 ilə 3, o da olur C variantı. Yuyundu feilinin morfoloji təhlilindəki səhvi istəyir. Yu sözündən yuyundu formasında təhlil olunacaq. Quruluşca düzəltmədir, düzdür. Məhsul növdədir. Uşaqlar, yuyundu sözü məhsul növdə yox, qayıdış növdədir. Qayıdış. Ona görə cavab olacaq B variantı. Xəbər şəklindədir, düzdür. Təsdiqdədir, düzdür. Şühudi keçmiş zamanda da D şəkilsini görürəm burada. Bəli, düzdür. Keçirəm indi uşaqlar qrammatikanı qutarandan sonra özündən naxoş mətndən. Əgər siz mətni ilk dəfədə oxuyursunuzsa, videonu saxlayıb mətnlə tanış olub, daha sonra suallarınızı mənimlə cavablandıra bilərsiniz. Demək, baxıram 11-ci suala. Mətnlə bağlı yanlış fikri müəyyən edin. Mən mətnləri ümumiyyətlə oxumuram. Ekranı ona görə saxlayıram ki, siz oxumamısınızsa oxuyasınız. Bir də ona vaxt getməsin deyə oxumuram. Amma sualların hər birinin A-dan Y-yə qədər izah edirəm ki, sizin üçün qaranlıq qalmasın. Mətnlə bağlı yanlış fikir istəyir bizdən. Burada tünd qara hərflə verilmiş cümlələr Mirzə Əsgərə aiddir. Baxaq. Tünd qara hərflərlə verilmiş naxaş-maxaş bilmirəm. Kim getməsə, məsələn, ümumi iclasa qoyacağam. Bunu kimə deyir aiddir? Bir dəqiqə. Mirzə Əsgərə aiddir. Yox, Mirzə Əsgərə aid deyil bu. Bu Abəsəliyə aiddir. Abəsəli.
Ona görə elə yanlış variant olacaq A variantı uşaqlar. Mirzə Əsgər qidalanmasına xüsusi diqqət yetirirdi. Bəli, yeməyinin, istirahətinin vaxtını keçirməzdi. Altına xətt çəkdim həmən sizə ki, asan olsun tapmaq. Təsdiq olunan şəxs ixtisasca mühasib idi. Bəli, burada deyirdi ki, bir dəqiqə. Tənqid daha doğrusu. Tənqid olunan şəxs ixtisasca mühasib idi. Deyir ki, Mirzə Əsgər 20 il trestdə hesabdar vəzifəsində çalışırdı. Bu da bəli, mühasib demək idi. Çıxıram, hesabdarın özünə məxsus davranışları var idi. Bəli, deyir ki, onun ta yaşı qədər elə bir dəqiqə həmin hissəni tapım sizə göstərim. Az qala özü yaşda bir stəkanı, qalaylanmış qaşığı, qəlyanaltı üçün ayırdığı xüsusi yeşiyi var idi. Bəli, doğrudur. Yəni özünə məxsus davranışları var idi. Həyat yoldaşı Mirzə Əsgərin həm də bundan da əlavə, yəni özünə məxsus davranış uşaqlar bu uyğun gəlmir. Bunun çıxaq daha dəqiq deyək də ki, nə idi özünə məxsus davranışı. Orada kimsə məsələn deyəndə deyirdi, mənim də xoşluğumdan xəbər verirsiniz və yaxud da mənim də başım ağrıyır, mənim də dişim ağrıyır. O davranışları var idi. Həyat yoldaşı Mirzə Əsgərin sözlərini təsdiq edirdi. Bəli, təsdiq edirdi. Burada deyir ki, necə insandır, ümumiyyətlə bu Abbasəli haqqında danışırdı da, sayma bəsdir, ədəbsizdən nə desən çıxar. Həyat yoldaşı deyir bunu yəni. Ona görə burada Y variantında çıxıram. Cavab qalır 11-də A variantı. 12. Mətndə bəhs olunmayan məsələni müəyyən edin. Ən azı 2 insanın xarakterindən danışılır. Bəli, həm Abbasəlinin, həm də Mirzə Əsgərin. Düzdür. Təşkilat sədri haqqında fikirlər var. Bu da doğrudur. Qərarların hamısı fərdi şəkildə yerinə yetirilir. Burada yanlışa yol verir. Çünki orada fərdi şəkildə yerinə yetirilmir. Yəni, baxın, deyir ki, keçən həftə qərar alınmış istirahət günü bütün işçilər yığışıb stansiyaya getsin, vaqonlardan tökülən taxta dirəyi maşınlara yükləməkdə vağzal fəhlərinə kömək etsinlər. Fərdi şəkildə yox, birlik şəklində olurdu. Hər şeyə etiraz etmək bir şəxsin vərdişi idi. Bu Mirzə Əsgərə aid idi, doğrudur. Mirzə Əsgərin bəzi əşyaları köhnə idi, bayaqlar dediyim kimi. Bax, özü yaşda bir stəkanı, qalaylanmış qaşığı, qəlyanaltı üçün ayırdığı xüsusi yeşiyi var idi. Axırıncı abzasdan bir abzas əvvələ işlənmişdi yəni. Bəzi əşyalar köhnə idi, fikri düzgündür. Demək 12-də cavab olur C variantı. Üzərində rəqəm yazılmış sözlərin həqiqi mənada olanlarını müəyyən edim. Gəlin baxaq, burada görək üzərində rəqəm yazılmış hansı sözlər. Qələmi dəyişeyim ki, gözünüzə daha aydın çarpsın. Qoyacağam, iclasa qoyacağam sözüdür. Həqiqi məna istəyirdi. Burada iclasa qoymaq məcazi mənadadır, həqiqi deyil. Sonra təkrar etdi, həqiqi mənadadır. Soruşdu, bu da həqiqi mənadadır. Düzgün insan, yox, bu məcazi mənadadır. Sonra sözünü kəsdi, məcazi mənadadır. Başqa var mı altı? Xeyr, yoxdur. İndi qələmin rəngini dəyişək. Gedək, indi orada bizə həqiqiləri istəyirdi. Yoxsa həqiqiləri. Buradan 3-ü götürürəm, buradan da 2-ni götürürəm. 2 harada idi? Aha, burada həqiqi. 2 ilə 4 olacaq cavabımız uşaqlar. O da hansı variantdadır? 2 ilə, üzr istəyirəm. 2 ilə 3 olacaq. 2 ilə 3-ü işarələdim. 2 ilə 4 dedim. 2 ilə 3. Baxın burada olduğu kimi. 2 ilə 3 o da olacaq cavab B variantında. Çərçivə daxilində verilmiş sözün mənasını müəyyən edim. Çərçivədə verilən sözə baxaq birinci biz. Görək hansı sözü idi. Kollektiv sözüdür burada uşaqlar. Demək, o da kollektiv uşaqlar. Ümumi məqsəd üçün birləşmiş insanların toplusu mənasındadır. Bu yəni izaha ehtiyac yoxdur. Ona görə A-nı, B-ni, C-ni, D-ni demirəm ki. Çünki birbaşa elə mənası var da, yəni kollektivin. Sonra keçdik 15-ə. Mətnin tərkib hissələrinə aid plan bəndlərinin ardıcıllığını müəyyən edin. Burada ərkəsöyünlüyün sonu, ailə müzakirəsi, heç vaxt deyilməyən fikir, rəhbərin kəskin fikirləri. Uşaqlar, imtahanda belə suallar gözləyin. Çünki yəni struktur sualı onsuz da olur və yaxud da plan bəndi sualı olur yəni. İndi burada birinci mən 4-ü qoya bilərəm. Rəhbərin kəskin fikirləri. Elə birinci abzasda. Bunu necə müəyyənləşdirirsiniz? Birinci abzasda nədən bəhs olunur? Burada rəhbərin kəskin fikirləri deyilir də, düzdür? Sonra ikincidə nə olur? İkinci nə qoya bilərəm? Uşaqlar, burada həyat yoldaşı ilə müzakirə var da. İndi onu qoya bilərəm. Ailə müzakirəsi. 2-ni qoya bilərəm. Sonra heç vaxt deyilməyən fikir. 3-ü qoya bilərəm. Sonra da 1-i qoya bilərəm. Ərkəsöyünlüyün sonu. Yəni işləməyə heç qıqı da çıxmır. İşləməyə məcbur olur. 15-də cavab olacaq D variantı. 16. Mətnin nəticə hissəsi ilə bağlı yanlış fikri istəyir bizdən. Nəticə hissə buradadır uşaqlar. Elə gözümüzün qabağındadır. Bir dəfə oxuyaq. Ancaq bu dəfə daşqayaya rast gəlmişdi. Bir neçə gün sonra Mirzə Əsgər tər tökə-tökə taxta dirəkləri daşıyırdı. Heç şikayətlənməyə halı da yox idi. Burada deyir ki, bütün sözlə həqiqi məna. Burada yanlışa yol verir. Bilirsiniz niyə?
burada daş qayaya rast gəlməyi məsələn, bax burada məcazi məna var da burada. Ona görə yanlış fikirdir. Hadisələrin baş verdiyi yer haqqında məlumat verir. Yer haqqında gör heç bir məlumat verilir burada. Özündən də tərs, inadkar birinə rast gəlmək mənasını verən daş qayaya rast gəlmişdi. Bu doğrudur. Obrazın vəziyyətini əlinin arxasını yerə qoymaq ifadəsi ilə əks etdirmək olar. Bəli, qan tər tökə-tökə taxta dirəkləri daşıyırdı. Bu əlinin arxasını yerə qoymaq mənasına gəlir uşaqlar. 4 düzgündür yəni. 5-də deyir ki, yəni elə bil ki, bir növ tabe olur da, o mənaya gəlir. Nəticə isə 2 abzasdan ibarətdir. Bu yanlışdır. Nəticə isə nə boydadır ki, mən də bunu 2 abzasa bölüm uşaqlar. Ona görə burada olacaq 1, demək 1, 2, bir də 5 olacaq cavab. Y variantı. 17. Mətndə qarşısında işarələr qoyulmuş ifadələrin əsasən cədvəldəki yanlışlığı müəyyən edin. Həqiqi məna, məcazi və həqiqi baxımdan gəlin mətndə qarşısında işarələr qoyulmuş sözlərə baxaq. Demək, birinci işarələr qoyulmuş. Aha, adını çəkəndə, aha, burada bunu pozum ki, sizə aydın olsun da. Burada adını çəkəndə sözüdür burada. Aha. Sonra harda? Tökülən sözüdür. Kəsmir sözüdür. Başqa varmı? Yox, 3 dənə demək, 3 dənə mi verib? Aha, 3 dənə verib. Demək burada yazıb ki, adını çəkəndə, onu evdə adını çəkəndə həyat yoldaşı soruşurdu. Burada həqiqi məcazilik mənasında həqiqi mənalıdır. Adını çəkmək, yox, məcazi mənalıdır. Adını dilə gətirmək, bu doğrudur amma. 2 doğrudur. Həqiqi mənalıdır. Gəlin baxaq kvadrata. Kvadrat hansı idi? Tökülən. Vaqonlardan tökülən. Bəli, həqiqi mənalıdır. Həqiqi mənalı dağılan mənasındadır da. Bu da doğrudur. Romba baxaq. Rombda deyir ki, şərik olardı. Mənim başımın ağrısı heç kəsmir. Bu məcazi mənadadır uşaqlar. Məcazidir, doğrudur. Başımın ağrısı dayanmır mənasındadır. Dayanmır yazmalıydı. Dayanmır. Amma nə yazıb? Qopmur. Ona görə bu yanlışdır. Yanlışları istəyirsə bizdən buradan 1-i, buradan 6-nı götürürəm. Cavab olur C variantı. 18. Qarşısına rəqəm yazmış hansı cümlələr çıxarsa mətnin məzmununa xələl gələr. Aha, bu da bir vasitə struktur sualına əsasəndir. Burada 1 yazılıb uşaqlar. 1. Gəlin qələmi başqa rəng götürək. Yenə də sizə asan olsun. Bu rəng götürək. 1. Bax, burada 1. Qarşısına rəqəm yazılanları işarə eləmişik. Asan olsun bizə. 2, 3. Sonra 3. Aha, 4 hardadır? Tapa bilmədim. 4 naxoş bilmirəm. 5 də buradadır. 6 filan yoxdur məncə. Aha, yoxdur. İndi deyir ki, hansı çıxarılsa mətnin məzmununa xələl gələr deyir, gəlməz deyir. Bir dəqiqə baxım, dəqiqliyinə suala. Xələl gələr deyir, gələr. Aha, baxıram. Bir Mirzə Əsgər Abbasəlinin dalınca baxa-baxa qaldı. Bunu çıxarda bilərəm yəni. Nə danışır? Ümumi iclasa qoyacağım sözlərini zehnində təkrar edin. Ümumiyyətlə, biri də ikində çıxa bilərəm uşaqlar. Sonra bu nə danışır E-dən sonra? Mirzə Əsgər bilir ki, Abbasəli dediyini eləyəndir. Всё. Demək, bunları çıxa bilərəm. Üçüncüsü ədəbsizdir. İkincisi düzgün insan deyil. Əvvəla dediyinə görə ikincisini də saxlaya bilər. Heç üçüncüsünü deməsin. Nə vacibdir? Demək, 4-ə baxıram. Naxoş, belə də xeyir şərə yaramaz adam olarmı deyə düşündü. Ucadan dedi. Dedidən sonra mən bunları çıxsam olmaz uşaqlar. Dedidən sonra ümumiyyətlə nəsə bir fikir gəlməlidir də. Bunun dediyi söz gəlməlidir. Ona görə burada uşaqlar 4 ilə 5 olacaq. 4 ilə 5-i çıxanda həqiqətən də, yəni təsəvvür edin ki, dedidən sonra birbaşa verir bax bu cümləni. Mirzə Əsgər 20 ildir ki, Trezə hesablar vəzifəsində çalışırdı. Yox. 4 ilə 5 burada, bəli, məzmuna xələl gələr. 19. 19-a görə nə deyir? Mətndə altına xətt çəkilmiş sözlərə əsasən cədvəl tamamlayan fikirləri yazın. Orada altına xətt çəkilmiş sözlər, mətnin başına bir oyun açıram ki, sonra da tapmaq olmur yəni. Yəni bunu hamısını təbii ki, sizin daha yaxşı anlamağınızdan ötürü də adəti sözüdür, altına xətt çəkilən söz səhhət sözüdür. Adət, uşaqlar, vərdiş ola bilər. Vərdiş, qarşılığın deyirsə də vərdiş ola bilər. Sağlamlıq da, daha doğrusu bu da sağlamlıq olar. Səhhət də sağlamlıq olar. Sağlamlıq. Həmin ifadənin qarşılığını ifadə etdiyi mənanın mətndən kənar cümlə daxilində işlədilməsi. Deyə bilərik ki, məsələn, onun belə vərdişləri vardı. Sağlamlıq
lamlıq insan həyatı üçün vacibdir. Vacibdir. 20-yə baxaq, obrazların xarakterinə əsasən cədvəli tamamlayan fikirləri müəyyən edim. Abbasəli necə insan idi uşaqlar? Dediyini eləyən. Dediyini edən. İnatkar idi. Bəs Mirzə Əsgər necə idi? Özünü düşünən. Özünü düşünən. Özünü sevən. Özünü sevən. Deyilənlər haqqında razılaşan kim idi? Bu təbii ki, həyat yoldaşı idi. Həyat yoldaşı. Bu təbii ki, Mirzə Əsgərin həyat yoldaşı idi uşaqlar. Keçək digər mətnə uşaqlar. Baxaq, demək bu da Bürc Xəlifə haqqındadır, Dubayda yerləşən. Bu mətni də əgər mətnə tanış deyilsinizsə, mətni oxuyub daha sonra suallarınızı mənimlə cevablaya bilərsiniz. Mən vaxt itməsin deyə yenidən keçirəm 21-ci sualın izahına. Üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənalıdır? Gəlin indi dəyişək yenə də qələmin rəngini. Onları işarələyim sizin üçün ki, hansılar həqiqi, hansılar məcazidir. Hündür sözü həqiqi mənadadır. Həqiqi. Sonra layihə sözü həqiqi mənadadır. Sonra 3 harda yazılıb? 3. Başa gəlib məcazi mənadadır. Sonra burada baxın, idarəçisi sözü yazılıb. Burada uşaqlar idarəçisi sözünün üzərində demək 5 yazılıb da. Yox, 4 yazılıb. Hə, 4 yazılıb. Sonra ovlayan sözündə idarəçisi indi həqiqi mənadadır. Həqiqi. Ovlayan, ürəkləri ovlayan məcazi mənadadır. Bizə həqiqiləri dediyinə görə mən buradan 4-ü götürəcəm. 1-i götürəcəm. 1, 2, 4 olacaq uşaqlar cavab. Gəlin dəyişək bunu, yazaq. 1, 2, 4. Hökmlərdən biri mətnə uyğun deyil. Dubay şəhərinin hər tərəfindən dünyanın ən hündür binası görünür. Bəli. Çünki hamısından hündürdür. Ona görə hər yerdən görünə bilir. Mətnə əsasən binanın neçə gün ərzində tikildiyini müəyyən etmək olar. Burada yazılmışdı ki, bir dəqiqə həmin hissəni tapın. 1325 gün sonra olub açılışı. Demək, bu qədər müddətə tikilib də. 1325 gün. Bu da var idi. Bina 58 lift var. Burada da var idi. Binada 58 liftin olmağı. 1, 2, 3. abzas. Burada 58 lift var idi. Yazıram qabağında 3. abzasda. Var idi fikir. Taybey 101 binası 148 mərtəbədə. Yox. Bu ən hündür Bürc Xəlifəyə aiddir. Çünki deyirdi ki, orada bax, Taybey 101 binasından daha hündürdür. Daha hündürdür. Demək, bu qədər ola bilməz də mərtəbəsi. Ona görə yanlış elə deyildi. Bəzi mərtəbələrə qalxdıqda insanı xüsusi olaraq qarşılayırlar. Uşaqlar, bu da 148-ci mərtəbəyə qalxanda Skylook. Burada deyir ki, ən yüksək mənzərə meydansına çıxmaqla şəhər mənzərəsini yəni görə bilərsiniz. Həm də bununla əlavə maraqlı faktlar sizi qarşılayacaq, tanış edəcək. Sizi qarşılayacaq və tanış edəcək. Demək, bu da neçənci abzas olur? 1, 2, 3... 4, 5, 6, 7, 8-ci abzasda. Demək, var idi. Keçdik 23-ə. Mətnlə bağlı doğru fikirləri müəyyən edin. Mətnin sonuncu abzasında bütün sözlər həqiqi mənalıdır. Doğru fikir istəyir bizdən. Gəlin baxaq da. Yüksək mənzərə meydana çıxmaqla açıq terras şəhərin ən gözəl mənzərənin dadını çıxarır. Dadını çıxarmaq məcazi mənada uşaqlar. Məcazi. Bütün sözlər necə həqiqi ola bilər ki? Bu yanlışdır. Birinci abzasda məntiqi əlaqəni pozan cümlə işlədilmişdi. Birinci abzasda elə bir cümlə yoxdur uşaqlar. Bax, burada. Elə bir cümlə yoxdur. Çıxıram. Qarşısında qoyulmuş, yəni üçbucaq işarəsi qoyulmuş cümlədə fikir mətnində inkar olunur. Hardadır o? Bir dəqiqə. Bürc Xəlifə deyir, fərqli tikilidir. Yox, fərqli tikilidir də. Yəni, nəyə inkar olunur ki? Qarşısında demək, kvadrat işarəsi qoyulmuş cümlədə məntiqi ardıcıllıq pozulub. Məntiqi ardıcıllıq, idarəçisi açılış zamanı qonaqçılar edib. Heç bir ardıcıllıq falan pozulmayıb burada. Çərçivə daxilində verilmiş cümlədəki fikir mətndə inkar edilmir. Binada ümumi 58 lift var. Bəli, edilmir. Cavab olacaq elə 23-də Y. 24 mətnlə bağlı doğru fikirləri. Bürc Xəlifə hündürlükdə digər binaları geridə qoyub. Bu doğrudur. Düzdür həqiqətən də. Bürc Xəlifənin açılış üçün mərasim keçirilir. Burada deyirdi. Açılış mərasimi. Bax, burada. Açılışı şəhərin idarəçisi Şeyx Məhəmməd İbn Maktum tərəfindən olunub. Demək, bu var idi. 2 də düzdür. 3-də 3-cü
zərə meydançası ən yüksək nöqtədə yerləşir. Ən yüksək nöqtədə yerləşən 3-cü mərtəbə deyildi. Burada 3 mənzərə meydançası açıqdır. Bundan da yuxarıda Skylux salonudur. 148-ci mərtəbə. Ona görə 3 yanlışdır. Binanın inşasının başlamasına 2 il sonra açılışı olub. Uşaqlar, binanın açılışı burada verib ki, 1325 gün sonra olub. Yəni, mahiyyət etibarı ilə 1 ilimiz nə qədədir? 1 il 365 gündür. Yəni, bunun üçün da görürsünüz ki, 1325-də, yəni 3 plus ildir də uşaqlar. Ona görə 4 yanlışdır. Dubay şəhərini Şeyx Məhəmməd İbn Rəşid Maktum idarə edib. Bəli, burada deyir ki, Dubay şəhərinin idarəçisi açılışı eləyib. İdarəçisi. Ona görə 5 də doğru fikirdir. 5 də doğrudursa 1, 2, 5 cavab olacaq A variantı. Mətnin planına uyğun ardıcıllığı müəyyən edin. Baxaq. Bürc Xəlifənin layihəsi, yüksələn iqtisadi artım, xüsusi qarşılanma, yüksəklikdə yerləşən salon, açılış mərasimi. Şöyle burada birinci olacaq elə, layihədən danışır da burada. Həmin hissəni də göstərim ki, hər tərəfdən görünür. Sonra 2 olacaq, yüksələn iqtisadi artım, burada danışır 2-ci abzasda, yüksələn iqtisadi artımın çiçəkləndiyi bir vaxtda başlayıb. Daha doğrusu 3-cü abzasda danışır. Sonra 5'i verəcək, açılış mərasimi olub. Daha sonra 4'ü verəcək, salondan danışır, yüksəkdə yerləşən və xüsusi qarşılanmadan danışır. 3'ü də qoyuram, cavab olur D variantı. 26. Nəzərdə tutulan çıxar və gəlirin hesablanması. Bu uşaqlar, təbii ki, 3-cü qrupa hazırlaşan uşaqlar yaxşı bilirlər. Simeta sözüdür burada. Bu, anamın kitabı demək, əsərində də bu söz keçir. Rus mənşəli sözdür. Gəlir çıxar mənasını ifadə eləyir. Hesablanması mənasını ifadə edir. O da haradaydı? Demək, qarşısında bir yazılam. Bir də harada yazılıb? Y variantında yazılıb. Cavab olur. Elə işarələdim ki, heç bir görünmədi. Aha. 27. Bu mərtəbədə açıq havada ətrafa baxmaq çox maraqlıdır. Eyni zamanda təhlükəlidir cümləsi. Mətndə çərçivə daxilində verilmiş hansı rəqəmin yerinə yazılsa fikirlərin ardıcılığı pozulmaz. Pozulmaz istəyirsə, təbii ki, Skylux'dan gedir söhbət. Ki lift 148-ci mərtəbəyə qaldıracaq və bax bura, bax bundan sonra bax bura yazılsa, təbii ki, ən yüksək mərtəbə olduğuna görə aşağılar. Orada açıq havada ətrafa baxmaq maraqlıdır, eyni zamanda təhlükəlidir. Bəli, cavab olacaq Y variantı. 28. Hansı bənddəki fikri təsdiq edən faktdan mətndə istifadə edilməyib? Bürc Xəlifədən daha hündür bina yoxdur. Deyir də bunu. Hətta deyir ki, orada Taybey 101 binasından da hündürdür. Şəhər rəhbərinə binaya xüsusi marağı var. Bəli, binanın açılışı 10 minlərlə insan üçün xüsusi əhəmiyyət kəsb edib. Doğruydu. Binanın quruluşu başqa bir hündür mərtəbəli binadan götürüb. Belə bir şey yox idi uşaqlar. 100 minlərlə insan üçün obyektə baxmaq maraqlı ola bilər. Bəli, çünki yüzlərlə turist gəlirdi ora. Bax, burada da qeyd eləyir ki, 100 milyonlarla turist axını edir, yəni ora. Sonra keçdi 29-a, hökm verilib binada elə lift var ki, o yalnız mərtəbə üçün, bir mərtəbə üçün keçərlidir. Bəli, 148-ci. Bax burada. Bax burada. Verib onu sizə. Mən də həmin hissəni yazıram. Skylux. Demək, lifti sizi yalnız 148-ci mərtəbəyə qaldıracaq. Keçdi 20-ci. 3-cü abzasda tünd qara hərflərlə verilmiş söz əsasında sxemi tamamlayın. 3-cü abzasda tünd qara hərflərlə verilmiş söz 1, 2, 3. Burada çiçəkləndiyi sözüdür. Çiçəkləndiyi sözünün, təbii ki, orada çiçəklənməyi nədən gedirdi? İqtisadi artımın çiçəklənməyindən məcazi mənadadır. Məcazi mənada 2-ni seçirəm. 2 məcazi. Və indi bunu mətndəkindən fərqli mənada istəyirsə, ağacların çiçəklədiyi vaxt yaz fəslidir. Demək, sınaq 16-nın izahı bu qədər. Siz əgər videonu izlədinizsə, videodan bəhrələndinizsə, əziz şagirdlər, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı unutmayın. Bu aralar aktivliyiniz çox aşağıdır. Təbii ki, dəstək olmaq lazımdır. Sağ olun, sağlıqla qalın. Hər birinizə uğur arzu edirəm.